Konstitusiya və Suverenlik ili və 8 noyabr Zəfər gününün 5-ci il dönümünə qeyd olunması ilə bağlı Tərtər rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədi ilə Tərtər rayon icra hakimiyyət başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi İlqar İbrahimli və Tərtər su meliorasiya sistemlərinin istismarı idarəsinin rəisi Murad Zeynalov və idarənin əməkdaşları Dəmirçilər kəndində Vətən müharibəsi şəhidi İsmailli Şamil Kamiloğlu'nun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar. Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər. İsmailli Şamil Kamiloğlu 1993-cü il yanvar ayının 4-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. O 2013-cü ildən 2020-ci ilədək Azərbaycan ordusunda qulluq edib. Aprel döyüşlərinin iştirakçısı olub. 2018-ci ildə Azərbaycan ordusunun 100 illik yubiley medalı ilə təltif olunub. Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşdə şəhid olub və oktyabrın 20-sində doğulub boya başa çatdığı kənddə dəfn olunub. Özündən sonra 2 qız övladı yadigar qalıb. Ölümündən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Suqovuşanın azad olunmasına görə cəsur döyüşçü və vətən uğrunda medalları ilə təltif olunub. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Dilbər Vüqar qızı, Bölgə TV.